İbrahim əleyhissalama oğlunun qurban kəsilməsi yuxuda əmr edilmişdir. Yəni yuxu bizim məsumlarımız üçün hüccətdir, dəlildir. Bütün peyğəmbərlər də bizim etiqadımıza görə məsumdurlar. İkinci öyrəndiyimiz mühüm bir məsələ ata-oğul münasibətidir. Uca Allah Qur'anın başqa bir ayəsində İbrahim və onunla birlikdə olanlarda rəvayətlərə görə, yəni İsmailda sizin üçün çox gözəl örnəklər və nümunələr vardır deyir. Bu ayə bizə onu göstərir ki, Həzrət İsmail əleyhissalamın kiçik yaşlı, yeniyetmə yaşlı olmasına baxmayaraq valideyninə qarşı o qədər itaətkar olub ki, ata boğazını kəsəcəyəm deyə ona müraciət etdikdə cavabında sənə nə əmr olunursa onu icra et və məni səbr edənlərdən görəcəksən. Təkcə bu ayə bizim övladlarımızın tərbiyəsi üçün Həzrət İsmail əleyhissalamın nümunəsində çoxlu sayda bizə mesaj verməkdədir. Hətta İbrahim əleyhissalamın bax gör bu haqda nə fikirləşirsən, fənzur məzə tərə ifadəsinin özündə də bir çox incəliklər görsənib. Birincisi budur ki, İbrahim əleyhissalam məcbur etmir. Ona əmr olunsa da təklifin qəbulunu buraxır İsmailin öhdəsinə. Səni yuxuda görürəm ki, qurban kəsirəm, sən bu haqda nə fikirləşirsən deyə buyurur. Deməli, burada ailənin böyüyünün, ailənin rəhbərinin bir əmri ailə üzvlərinə edərkən və ya bir tövsiyəni, bir işi tapşırarkən hansı münasibəti göstərəcəyini belə bizə, necə deyərlər, dərs verməkdədir. Əmr ilahi əmrdir, amma Həzrət İbrahim onu bir peyğəmbər, bir ata kimi görün necə mülayim və necə deyərlər, mədəni tərzdə oğluna təklif edir. İsmailin cavabı isə şübhəsiz ki, çox heyrət edicidir. Yeniyetmə olmasına baxmayaraq atasının peyğəmbərliyinə o qədər möhkəm imanı var idi ki, zərrə qədər etiraz etmədən, zərrə qədər şəkə, şübhəyə düşmədən, atacan sənə nə əmr olunursa onu et. İnşallah ki, məni səbr edənlərdən görəcəksən.